Vətən qalası və qalalı qayalar. Bir zamanlar çox böyük, uçsuz-bucaqsız, gözəl və müqəddəs bir torpaq vardı. Bu torpaq Vətən adlanırdı. Vətən bir qala kimi möhkəm, sarsılmaz idi. Bu qalada dayananlar isə uca ruhlu, mərd və cəsur oğullardan ibarət idi. Onlar biri-birinə arxa dayaq olur, qəlbləri vətən sevgisi ilə dolu idi. Bu oğullar öz canları ilə vətəni qoruyur, düşmənin qarşısını qaya kimi kəsirdilər. Bu oğullardan biri də Mübariz adlı bir gənc idi. Mübariz 1988-ci ilin soyuq fevral ayında dünyaya gəlmişdi. O kiçik yaşlarından vətənini ürəkdən sevirdi. Orta məktəbi bitirdikdən sonra böyüklər kimi vətəni qorumaq üçün orduya getdi. Mübariz gizir rütbəsi ilə vətən yolunda xidmət edirdi. Onun ən böyük arzusu vətənimizin azad və firavan olması idi. Bir gün düşmən torpaqlarımızı işğal etmiş, Ermənistan ordusu atəşkəsi pozaraq bizə qarşı hücumlar edirdi. Mübariz bunu eşidəndə ürəyi parçalandı və özünə söz verdi. Əgər mən düşməndən qisas almasam, Allah da, valideynlərim də məni bağışlamaz. Vətən azadlığı üçün qurban vermək lazımdırsa, mən o qurban olacağam. O düşmənin qarşısında dayanan güclü qalalardan biri olmaq üçün hər gün daha da cəsarətləndi. Mübariz evə yazdığı son məktubunda belə dedi: "Canım atam və anam, məndən narahat olmayın. İnşallah cənnətdə görüşəcəyik. Ürəyim artıq vətən üçün dözmür. Şəhid olsam, ağlamayın. Sevinin ki, uca mərtəbəyə qalxdım. Vətən sağ olsun." İyunun 18-dən 19-una keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında Mübariz gizir döyüş növbəsində olarkən Ermənistan ordusu atəşkəsi pozdu. Mübariz tək başına düşmənin minalanmış, təhlükəli bir sahəsini keçdi. O qəfil hücumu ilə Ermənistan ordusunun çox sayda əskər və zabitini məhv etdi. Sonra isə düşmənin öz silahlarından istifadə edərək 5 saat təkbətək döyüşdü. O heç vaxt geri çəkilmədi, düşməni çox ağır itkilərə məruz qoydu. Səhərə yaxın bu ağır döyüşdə Mübariz qəhrəmancasına şəhid oldu. Azərbaycan xalqı böyük bir qəhrəmanını itirdi, amma Mübarizin ruhu və cəsarəti ölməz oldu. Azərbaycan prezidenti cənab İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Gizir Mübariz Alakərmoğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında göstərdiyi rəşadətə görə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verildi. O Qızıl Ulduz medalı və Vətən övladı Qızıl ordeni ilə təltif olundu. Mübarizin adı Azərbaycanın ürəyində, tarixində əbədiləşdi. O vətən qalasının uca bir qayası, bir işıq ulduzu oldu. Onun kimi oğullar sayəsində vətənimizin sabahları işıqlı, səmaları aydın olacaq. Beləliklə, düşmən Ermənistan ordusunun qarşısında tək başına dayanaraq, vətənini qoruyan və onun ucalığını təmin edən Mübariz İbrahimovun nağılı qəlblərdə əbədi yaşayacaq.